Bugün sizlerlə birlikdə 8-ci sinif Azərbaycan dilindən sizə zərfliyi izah eləyəcəm, qaydasını. Deməli, birinci görək zərflik nəyə deyilir? Zərflik. Yazaq bura ki, zərflik. Düzdür. Zərflik hərəkəti müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzv zərflik adlanır. Zərflik əsasən xəbərə bağlı olur və xəbəri izah edir. Davam edək. Məna növləri və o məna növlərində sualları yazacağım sizə. Zərfliyin 6 əsas məna növü vardır. Birinci olaraq zaman zərfliyi. Zaman və zərfliyinin sualları adından da gördüyü kimi nə zaman? Gəl. Nə zaman? Nə vaxt? Haçan? Bu kimi məna növü vardır. İkincisi də ki, tərzi hərəkət zərfliyi. Tərzi hərəkət zərfliyi əsasən necə, nə cür, nə tərzdə suallarına cavab verir. Daha sonra üçüncü yer zərfliyi gəlir. Yer zərfliyinə də hara, haraya, haradan, bir də haradan sualına cavab verir. Dördüncü kəmiyyət zərfliyi. Kəmiyyət zərfliyinin bir dənə sualı var. Nə gəlir? Beşinci isə səbəb zərfliyi. Səbəb zərfliyi niyə, nə üçün, nə səbəbə suallarına cavab verir. Altıncı olaraq və son olaraq məqsəd zərfliyi. Məqsəd zərfliyi isə o da niyə sualına cavab verir. Niyə? Nə üçün? Nə məqsədlə sualına cavab verir? Biz köməkçi kisələrindən də bilirik ki, fe'li bağlamanın bir dənə ifadə vasitəsi var, o da zərflikdir. Yəni, bu da buna aiddir ki, zərfliyin ifadə vasitələri fe'li bağlama, fe'li bağlama tərkibi. Bunlar zərfliyin əsas ifadə vasitələridir. Bir də zərfliyin ifadə vasitələrindən isim, bir də ismi birləşmə vardır. Bir də ismi birləşmə. Bunlar da əsasdır həmçinin. Məsələn, deyir ki,
səni həyətdə gözləyirəm. Aha. Burada zəifliyi deyir tapın. Deməli, burada biz bilirik ki, səni burada nədir? Tamamlıq. Düzdür. Həyətdə burada zəiflik. Harda? Həyətdə. Gözləyirəm də xəbər.